Uşaqlar, hər vaxtınız xeyir. Kimyəvi birləşmələrin test izahlarına baxaq. Birinci sualda deyir, kimyəvi birləşmə nəyə deyilir? Biz demişdik ki, eyni elementdən, yəni içində ancaq bir element olanlara element deyirlər. Məsələn, fərqi yoxdur. Baxın, N2, 2 dənə azot olsa da bu element sayılır. S8, 8 dənə kükürt olsa da bu elementdir. Amma içində ən azı 2 fərqli element varsa, ona deyirlər kimyəvi birləşmə. 2 və də artıq, yəni fərqli element olmalıdır. A bəndində deyir, ən çox 2 element atomlarının birləşməsinə ən çox 2 element yox, 2 və daha artıq olur. Belə deyir, sadəcə eyni element atomları yox, fərqli olmalıdır. Sizə deyir, 2 və ya daha çox müxtəlif element atomların birləşməsinə deyir, 2 və ya daha çox element atomların bir-biri ilə qarışmasına. Qarışma yox, birləşməsinə olmalıdır. Doğru cavab 1-də C variantıdır. İkinci sualda deyir, hansı ifadə doğrudur? X-a baxırıq ki, elementdir. Məsələn, N2 tutaq ki. Y-ə baxırıq, eyni elementdir, yenə O2, amma bunlar birləşib, fərqli birləşmə əmələ gətiriblər. A-da deyir, X və Y kimyəvi elementdir. Bəli, eyni rəng olanda kimyəvi elementdir. Belə deyir, Z kimyəvi elementdir. Yox, bu artıq birləşmədir. Z-də deyir, Z su molekulu, Y oksigen elementidir. Ola bilər, məsələn, bu oksigen olar, bunlar da hidrogen olar, H2O ola bilər. Onda bunlar bəli, oksigen olacaq. Yəni C bəndi doğrudur. Deyir, Z ammonyak, ammonyak NH3 də ola bilməz. Gərək 3 dənə qırmızı birləşərdir ki, ammonyak olsun. Burada 2 qırmızı birləşir. Üstə deyir, aşağıdakılardan hansı kimyəvi birləşmə deyil? Təbii ki, D bəndi də eyni elementdən olduğu üçün H2 birləşmə deyil. Aşağıdakılardan 4-də deyir, hansı kimyəvi birləşmədir? Fərqli elementlərdən B variantı. 5-də deyir, ammonyak molekulunda neçə atom var? Ammonyak NH3 yazılır, 4 dənə atom var. Doğru cavab C variantıdır. 6-da deyir, metan qazı molekulunda neçə atom var? Metan CH4 yazılır, 5 dənə, D variantı. 7-də aşağıdakılardan hansı kimyəvi birləşmə deyil? Dəm qazı CO yazılır, 2 fərqli element olduğu üçün birləşmədir. Karbon qazı CO2 yazılır, birləşmədir. Azot qazı, baxın, N2 yazılır, eyni element olduğu üçün bu kimyəvi birləşmə deyil. Metan qazda CH4-dür, yenə o da birləşmə olacaq. 8-də deyir, aşağıdakılardan hansı kimyəvi birləşmədir? Təbii ki, ammonyak qazı NH3 çünki fərqli elementlərdən ibarətdir. D variantı. 9-da karbonat turşusu molekulunda neçə atom var? Karbonat turşusu H2CO3 yazılır. 2 hidrogen, 1 karbon, 3 oksigen, cəmi 6 dənə atom var. 10-da sirkə turşusunda deyir, neçə müxtəlif atom var? Baxın, ehtiyatlı olun uşaqlar. Biri var, neçə atom var deyir. Ümumi atomların sayını soruşur. Bir də deyir ki, neçə müxtəlif atom var? Karbondur, hidrogen və oksigen. 3 dənə müxtəlif atom var. 11-də deyir, 4 karbon qazı, 4 dənə CO2 götürürəm. Molekulunda olan atomların sayı, atomların sayına baxaq. CO2-də 3 dənədir. 4-ə vuruq, 12 dənə atom edir. Birinci maddənin özünü tapın, sonra qabağındakı rəqəmə vurarsınız. Çünki 4 dəfə artırırıq. Və deyir, 1 ammonyak, ammonyak NH3 yazılır. Bir dənə də, yəni elə 1 mol deməkdir. 3 dənə hidrogen, 1 dənə azot, 4 dənə də atom burada var. Deyir, neçə dəfə çoxdur? 12 də 4-dən 3 dəfə çoxdur, B variantı. 12-də çay sodasını istəyir, A variantıdır. 13-də naşatır spirt istəyir, D variantıdır. 14-də etil spirt istəyir, C variantıdır. 15-ci sualda hidrogen peroksid H2O2-dir. Üzr istəyirəm, bir dəqiqə. H2O2 A variantı olacaq. 16-da deyir, X maddəsi rəngsiz, turş dadlı mayedir. Aha, turş dadlı. Deməli, turş dadlı mayedir dediyi üçün, ona görə buradan asetonu çıxırıq. Və qidaların deyir, konservləşdirilməsində istifadə olunur. Təbii ki, konservləşdirmədə sirkə turşusundan istifadə olunur. Oxusuz ki, mamalarımız turşuya filan tökür. Və yaxud salat düzəldəndə filan bu 3%-li sirkə turşusundan istifadə edirik. 17-də deyir, A maddəsi ağ toz halındadır. Burada sirkəni tez çıxırıq. Qalanlar toz halında ola bilər. Onu çörək və şirniyyat pişirərkən mədə turşuluğunu azaltmaq üçün təmizləyici vasitə kimi istifadə edirlər. Təmizləyici vasitə kimi, məsələn, təmizləyici vasitə şəkər tozunu çıxıram buradan. Baxın, burada cavab çay sodası olacaq. Çay sodasından həm yeməkləri pişirəndə, şirniyyatları pişirəndə qabartma tozu kimi, belə deyim də, əvəzi işlədilir. Həm də mədə turşularını azaltmaq üçün, məsələn, suya qatıb içilir ki, bu mədədəki turşuluğu aradan qaldırsın. Amma ehtiyatlı olmaq lazımdır ki, o davamlı içmək olmaz, mədəyə problem yarada bilər.
Gəldik 18-ə. X maddəsi rəngsiz, kəskin qoxulu mayedir. Mayedirsə buradan sodanı çıxardırıq. Bir də bu kalsium içində metal olanlar bərk olur. Ona görə bunu çıxdıq. Onun parçalanmasından Y qazı alınır. Bu qazın kəskin qoxusu olduğu üçün onunla birbaşa nəfəs aldıqda beyni qıcıqlandırır. Bu səbəbdən huşunu itirmiş. Vəssalam, huşunu itirmiş sözü varsa, deməli naşatır spirtidir. Doğru cavab 18-də C variantıdır. Sonra gəldik 19-cu suala. B maddəsi rəngsiz, kəskin qoxulu mayedir. Mayedirsə sodanı silirik buradan. Və suda yaxşı həll olur. Ondan təmizləyici, dırnaq boyasını təmizləməkdə istifadə olunur. Təbii ki, dırnaq boyasını da asetonla təmizləyin. Ona görə doğru cavab 19-da D bəndidir. 20-də X maddəsi rəngsiz mayedir. Onun əsasən yaraların dezinfeksiya istifadə edirlər. Zədələnmiş nahiyədə olan bakteriyaları öldürmək və infeksiya düşmə riskini azaldır. Və diş əti qanamasında boğaz ağrılarını sakitləşdirmək üçün istifadə olunur. Bu da təbii ki, hidrogen peroksiddir. Burada uşaqlar ən çox çaşdıran etil spirtinə görə çaşırlar ki, o da dezinfeksiyadır. Amma cümləni mütləq axıra qədər oxuyun. Baxın, zədələnmiş nahiyədə bakteriyaları öldürmək. O yaralar filan üzərinə götürüb pereks tökürlər. Orada o bakteriyaların filan düşmə ehtimalını azaldır da, belə deyib. Bir də diş ətlərinin qanamasına filan, belə deyim, ağrıları sakitləşdirir. 21-də deyir, hansı kimyəvi birləşmə deyil. Təbii ki, helyum qazı olacaq. Çünki helyum tək yazılır, o elementdir. 22-də deyir, etil spirti molekulunda atomların sayı, etil spirti yazılır C2H5OH. Burada nə qədər atom var? 7, 8, 9 dənə. Deyir, karbon qazı atomların sayından neçə dəfə çoxdur? Karbon qazı CO2-dir, 3 dənə atom var, 9 da 3-dən 3 dəfə çoxdur, D variantı. Sonra gəldik. Hansı ifadə səhvdir 23-də? Birləşmələrin xassələri onu əmələ gətirən elementlərin xassələrindən fərqlənir. Bəli. Məsələn, hidrogen qazlı, oksigen qazlı, amma birləşmə əmələ su olur. Yəni, ona görə fərqlidir, bu getdi. Bizdən səhvi soruşur. Formuldakı indeks atomun sayını göstərir. Bəli, baxın, indeks bu ayaqda yazılan rəqəmdir, o da atomdur. Ona görə bu da getdi. Sizə deyir, birləşmələrin xassələri onu əmələ gətirən elementlərin xassələrindən asılıdır. Yox, aslı deyil. Elementlər birləşmə əmələ gətirəndə mütləq ki, xassələrini dəyişə bilir, yəni asılı olmur. Ona görə 23-də doğru cavab C variantı səhvdir. 24-də deyir, 3 sirkə turşusu. Bax, sirkə turşusunu yazıram. 3 dediyi üçün qabağına 3 yazıram. Yəni, nə olsa 3-ə vuracam. 2 ammonyak deyir, yazıram 2NH3. Molekulunda cəmi deyir, neçə atom var? Gəlin, əvvəl burada özündə atomların sayını tapaq. 4, 5, 6, 7, 8. 3-ə də vururam, 24 dənə buradadır. Ammonyakda 3 dənə, hidrogen 1 dənə, azot 4 dənə, 4-də 2-yə vururam 8. Cəmi deyir, nə qədər atom var? Toplayıram, eləyir 32. Doğru cavab 24-də A variantıdır. Sonra gəldi 25-ə. Sirkə turşusu molekulundakı atom sayı ammonyak molekulundakı atom sayının neçə dəfə çoxdur? Bu 3 ilə 2-ni silirəm. Yenə sirkə ilə ammonyak istəyir. Sirkənin özündə atom sayı 4, 5, 6, 7, 8 dənədir. Burada isə 4 dənədir. 8 də 4-dən 2 dəfə çoxdur. Doğru cavab 25-də A variantıdır. 26-cı sualda şəkildə X maddəsinin quruluş atom modeli ilə verilmişdir. C qız H qozet verib. Buna əsasən birləşmə üçün Y böyütdü, X böyütdü, Z olarsa maddəni müəyyən edin. Baxın uşaqlar, burada zaten deyildiyi ağlar hidrogenlərdir. Görürsünüz, 3 burada, 3 də burada. 6 dənə hidrogen var. 6 dənə hidrogen olan cavab, bax bunu çıxırıq. Burada çıxırıq. Demək, ya B ya da C variantıdır. Sonra baxırıq ki, burada bir dənə qırmızı var. Bu oksigen olacaq. Çünki ikisində də oksigen var. İndi karbon. 2 dənə də qara karbonlardır. Ona görə doğru cavab B variantıdır. Gəldik 27-yə. Bu molekulda hidrogen atomlarının sayı karbon atomlarının sayından 2 dəfə çox olarsa. Baxın, bu qaralar karbondur. Yəni 3 dənə karbon var. Naşatır spiritində heç karbon yoxdur. Sonra etil spiritində C2H5OH-dır. 2 dənə karbon var. Sirkə turşusu CH3, COOH-dır. Burada da 2 karbon var. Bu da yoxun gəlmir. Ona görə asetonda orada da həqiqətən C3, H6, o da yoxun gəlir bu quruluşa. 28-də deyir, A və B maddələrinin molekulları eyni element atomlarından təşkil olunub. A aseton olarsa, aseton yazılır belə. Deyir, B hansı maddə ola bilməz. A ilə B-nin deyir, A bax asetondur. Deyir, B də ondan eyni element atomlarından təşkil olunub. B hansı ola bilməz.
Etil spirti C2H5OH-dır. İkisinin də içində karbon, hidrogen, oksigen çıxdıq. Şəkər də C12H22O11-dir. Orada da yenə hidrogen, oksigen, karbon çıxdıq. Sirkə turşusu da yenə CH3COH-dır. Orada da karbon, hidrogen, oksigen. Amma naşatırda azot var. Ona görə olmaz. 29-da deyir kimyəvi birləşməsini X kimyəvi birləşməsini təşkil edən element atomlarının heç biri Y birləşməsinin tərkibində yoxdur. X naşatır deyir spirtidir. Yazıram bax NH4OH. Aha, bu maddə X-dir. Deyir bunu təşkil edən element atomları baxın azot, hidrogen, oksigen. Y kimyəvi birləşməsinin tərkibində yoxdur. Məsələn, sirkə turşusu CH3COH-dır. Orada hidrogen, oksigen məsələn var. Ona görə bu variant getdi. B-də etil spirti C2H5OH-dır. Hidrogen, oksigen var. D-də şəkərdir. C12H22O11 orada da var. Amma xörək duzu natrium xlordur. Baxın, burada olan heç bir element burada yoxdur, fərqlidir. Ona görə doğru cavab C variantıdır. 30-da deyir A və B maddələrinin molekulları eyni element atomlarına təşkil olunub. A dəm qazıdır deyir. Bax, yazıram qırağa dəm qazı. Və hansı maddə deyir olmalıdır? Elə bir birləşmə götürməliyik ki, orada da karbon, oksigen olsun. Təbii ki, karbon qazı olacaq, CO2, orada da karbon, oksigen olur. O görə 30-da A variantıdır. 31-də hansı ifadə sirkə turşusu? Sirkə turşusunu yazıram, CH3COH. Bir də etil spirti, C2H5OH. Molekullar üçün ortaq deyil. Adı deyir, molekulunda hidrogen atomlarının sayı digər atomların sayından çoxdur. Aha. Burada 4 dənə hidrogen var. Burada 6 dənə hidrogen var. Bəli. Burada molekulunda deyir hidrogen atomunun sayı digər atomların sayından çoxdur. 4 dənə hidrogen var. Digər atomların sayı da 4 dənədir. Burada bərabərdir. Burada hidrogen atomlarının sayı 6 dənədir. Digər atomların sayından deyir çoxdur. Hə. Məsələn, burada çoxdur. Baxın, 6 dənə hidrogen, 3 dənə karbon və oksigenden çoxdur. Ona görə bu getdi. Ortaq deyil deyir. Belə deyir, molekulunda oksigen atomlarının sayı hidrogen atomlarının sayından azdır. Oksigen atomlarının sayı burada 2 dənədir. Burada 4 dənədir, azdır. Bəli, bu getdi. C-də deyir, rəngsiz maye halında maddələrdir. İkisi də rəngsizdir. Bu da getdi. D-də deyir, dezinfeksiya işlərində istifadə olunur. Bu dezinfeksiyada istifadə olunur, amma sirkə yox. Ona görə D variantı ortaq deyil. 32-də deyir, hansı maddə molekulunda hidrogen atomlarının sayı karbon atomlarının sayının 2 dəfə çoxdur. Adı metan qazı CH4 yazılır. Burada hidrogen sayı karbondan 4 dəfə çoxdur. Etil spirti yazılır C2H5OH. 6 dənə hidrogen var. Bu da karbondan 3 dəfə çoxdur. Çünki 2 karbon var. Sirkə turşusu yazılır CH3COH. 4 dənə hidrogen var. Oksigen də 2 dənədir. Həqiqətən 2 dəfə çoxdur hidrogen karbondan. Ona görə 32-də doğru cavab C variantıdır. 33-də deyir, qablarda olan atomların sayı bərabər olarsa, X və Y hansı maddə molekulları ola bilər? Aha, atomların sayı bərabər olsun. X-i metan qazı götürsək, əgər Y-i karbon qazı CO2 götürsək, burada 5 dənə bu, burada metan olacaq da, 5 dənə burada, 5 dənə burada, 15 dənə eləyir. CO2-də 3 dənədir, bu da CO2 onda 3 dənə, 3, 3, 6, bərabər olmalı. Bizə deyir, bərabər olsun. Gəlirik, B bəndində karbon qazı götürürük. Bunları CO2, bu da CO2, bu da CO2 olsa, 3, 3, 3, 9 dənə. Y-i ozon götürsək, O3, O3, bu da 6 eləyir. Yəni, bu da bərabər olmalıdır. Sonra C-də dəm qazı deyir. 3 dənə dəm qazı götürsək, X-i. 3 dənə götürsək, 2-yi 3-ə vuruq 6 eləyir. Amonyak götürsək, NH3, 4 dənə bu, NH3, 4 dənə də bu, 8 dənə. Yenə bərabər olmalıdır. X-i dəm qazı götürsək, 3 dənə dəm qazı götürsək, yəni X, X, X. 2-ni 3-ə vuruq 6 dənə. Karbon qazı da CO2-dir. CO2 bu olsa, CO2 də Y olsa, 3 bu, 3 bu, 6 dənə. Bərabər oldu, D variantı. Sadəcə yerinə qoyub yoxlamaq lazımdır uşaqlar. 34-də deyir, aşağıdakılardan hansı kimyəvi birləşmə deyil? Təbii ki, bu olacaq. Eyni rənglərdən olduğu üçün kimyəvi birləşmə yox, elementdir. 34-də də doğru cavab A variantıdır. Gəldik 35-ə. Əgər B su molekulu deyir olarsa, yazıram H2O.
Onda bu demək ki, qırmızımız oksigendir. Onda bu olacaq ozon. 3 dənə oksigen var. Burada da qırmızı oksigendir. Bu da oksigen olsa, onda bunu da azot götürə bilərik yəqin ki. İndi cavablardan biləcəyik. A və C haqqında hansı ifadə doğru olar? A-da deyir, A və C kimyəvi birləşmədir. A elementdir. Getdi. B-də deyir, C dəm qazı molekuldur. Yox, ola bilməz dəm qazı. Çünki 2 dənə oksigen var. Dəm qazı CO-dur. C bəndə deyir, A oksigen qazı molekuldur. Yox, ozondur. Bu da getdi. D-də deyir, C karbon qazı molekuldur. Hə, ola bilər. Məsələn, bunun yerində C yaza bilərik. CO2 ola bilər. Devam. 36-da deyir ki, şəkildə A maddəsinin quruluş atom modeli ilə verilmişdir. Qırmızı rəngi ilə işarələnmiş kürələr oksigen göstərirsə, yəni 2 dənə oksigeni var deməli. Bu maddəni müəyyən edin. Aseton C3H6O-dur. 1 oksigen var. Getdi. Etil spirti C2H5OH-dır. Bu da getdi. Bir dənə oksigen var. Naşatır NH4OH-dır. Orada da bir oksigen var. Sirkədə amma CH3COOH. 2 dənə oksigen var. Ona görə doğru cavab 36-da C-dir. 37-də qablarda olan atomların sayı bərabər olarsa, A və B hansı maddə molekulları ola bilər? Yenə bunu cavablarından yoxlayacaq. Etanol verib. Neçə dənə A var? 1, 2, 3, 4, 5. 5 dənə A var. Etanolu qoyaq. C2H5OH. 5 dənə etanol. Görək burada nə qədər atom var? 7, 8, 9-u 5-ə vuraq 45. İndi B neçə dənə B var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə bu var. Bunun da yerinə məsələn karbon qazı qoyub yoxlayaq. Karbon qazında 3 dənə atom var. 3 dəfə 9-un 27. Nəsə bu yoğun gəlmədi. İndi etanolu yenə B bəndində etanol yazıb 45-dir. İndi gedirik metanı yoxlamağa. Metan CH4 yazılır. 5 dənə atom var. 5 9-a vuranda həqiqətən 45 bərabərdir bunlar. Deməli doğru cavab elə B bəndidir. Gəldik 38-ə. Aseton molekulunda neçə proton var? Hemen aşağıda hesablayaq. Aseton yazılır C3H6O. Əvvəl hər bir element üçün ayrı-ayrı baxacaq. Karbon ayağında baxın 6 yazılıb. 6-nı 3-ə vururuq. 18 proton burada. Hidrogen ayağında 1 yazılıb. 6-ya vururuq. 6 proton buradan. Oksigen ayağında 8 yazılıb. Bir dənə dolduğu üçün 8 də proton buradan. Bunları cəmləyirik. 26 eləyir 32. Doğru cavab A variantıdır. 39-da sirkə turşusu molekulunda neçə neytron var? Sirkə turşusunu yazaq. Sirkə turşusu yazıram. CH3COOH. Hidrogen neytron yoxdur. Tez bunlar çıxar. Karbon neytronuna baxırıq. 12-dən 6 çıxırıq 6. 2 karbon olduğu üçün 6-nı 2-yə vururuq 12. Üstə gəl. Oksigende 16-dan 8 çıxırıq 8 neytron. 2 oksigen olduğu üçün 8-i 2-yə vururuq 16. Bunlar da cəmləyirik. Cəmi olur 28 neytron. Doğru cavab 39-da D variantıdır. 40-da deyir amonyak molekulunda neçə neytron var? Elə buradan yazaq. Amonyak NH3-dür. Hidrogen neytron yoxdur, çıxdıq. Azotda 14-dən 7 çıxırıq, 7 neytron var. Elə bir dənə də azot olduğu üçün doğru cavab 40-da A variantı olur. Gəldik 41-ə. 41-də deyir ki, X molekulunda olan protonların sayı Y molekulundakı neytronların sayına bərabərdir. X maddəsi rəngsiz, kəskin qoxulu, suda yaxşı həll olan yanıcı mayedir. Ondan dezinfeksiya işlərində və tibbdə və bəzi içkilərdə, içki filan deyirsə, dezinfeksiya deməli bu etil spirtidir. X-i yazaq ki, C2H5OH-dır. Həmçinin yanacaq kimi istifadə olunur. Bəli, etil spirti yanacaq kimi istifadə olunur. Y aşağıdakılardan hansı ola bilər? Burada bizə bir məlumat vermişdi ki, X molekulundakı proton sayı. Gəlin biz bunun protonu tapaq. Görün nə qədər eləyir. Karbon protonların sayı 6-dır. 2 dənə karbon olduğu üçün 6-nı 2-yə vuruq 12. Üstə gəl. Hidrogen protonu 1-dir. 6 dənə hidrogen olduğu üçün 6-nı 1-ə vuruq 6. Oksigende 8 proton var. 1 oksigen olduğu üçün 8-də bu. Eləyir 26 proton. Deyir, bunun X-in protonlarının sayı bu 26. Y cavabdakılardan hansıdır ki, Y maddəsindəki neytronların sayına bərabər olsun. Gedək əvvəl aseton yoxlayaq A variantı. Aseton yazılır C3H6O. Bu neytronlarını tapaq görək. 26 olsa deməli A variantı olacaq. Olmasa yoxlaya gedəcək. Karbon neytron sayı 12-dən 6 çıxırıq 6 eləyir. 6-nı 3-ə vuruq 18. Hidrogen neytronu yoxdur. Oksigen neytronu 16-dan 8 çıxırıq 8. Üstünə 8 gəlir. Həqiqətən də 26 eləyir.
Baxın, neytron protona bərabərdir. Doğru cavab elə A variantıdır. Gəldik 42. Hidrogen peroksid H2O2 yazılır. Deyir, proton sayı neytron sayından neçə vahid çoxdur? Əvvəl proton tapırıq. Hidrogen protonu 1-dir. Ayağındakı 2-yə vururuq. 2 üstə gəl. Oksigen protonu 8-dir. 8-i 2-yə vururuq. 16. 18 proton eləyir. Gedirik neytron tapmağa. Hidrogen neytronu yoxdur. Oksigen neytronun 16-dan 8 çıxırıq. 8 ayağındakı 2-yə vururuq. 8 dəfə 2 16. 16-da neytron var. Deyir, indi proton neytrondan neçə vahid çoxdur? 18 16-dan 2 vahid çoxdur. 42-də də doğru cavab B variantıdır. Gəldik 43-ə. C2H2O2 formuluna malik maddə molekulunda proton və neytron sayın fərqi 4-ə bərabər olarsa X-i tap. Gəlin baxaq. C2H2O2. Əvvəl biz protonu tapmalıyıq, sonra neytronu tapmalıyıq. Çünki burada deyir proton və neytron sayının fərqi 4-ə bərabərdir. Protonu tapaq əvvəl. Karbon protonların sayı 6-dır. 6-nı 2-yə vururuq 12 üstə gəl. Hidrogen 1-dir. X-ə vururuq 2 üstə gəl. Oksigen protonu 8-dir. 2-yə vururuq 16. Bu eləyir X plus 28 proton. İndi gedək neytronu tapaq. Karbonun 12-dən 6 çıxırıq 6 neytron. 6-nı 2-yə vururuq 12 neytron. Üstə gəl. Hidrogen onsuz da yoxdur. Oksigəndə 16-dan 8 çıxırıq 8 neytron. 2-yə də vururuq 16. Aha. Bu da eləyir yenə 28. Bu da bizə deyir ki, proton sayı X plus 28. Neytron sayına fərqi 4-ə bərabərdir. Vəssalam, elə 28-lər buradan biri müsbət, biri mənfidir gedir. Elə X-in cavabı 43-də doğru cavab C variantı olur. 4 dili. 44-də maddənin molekulunda proton və neytron sayın fərqi neçə olar? Yazıram C2H6OY. Əvvəl protonu tapaq. Karbon protonu aşağıda yazılıb 6-dır. 6-nı X-ə vururam. Üstə gəl. Hidrogen protonu 1-dir. 1-i 6-ya vururam. 6 üstə gəl. Oksigəndə 8-dir. 8Y olacaq. Ayağındakı Y-ə vurdu. Onsuz da bizdən protonla neytron fərqini istəyir. Elə fərqi birbaşa çıx yazım. İndi neytron yazacağım. Neytron karbonda 12-dən 6 çıxıram. 6, 6x. Yenə çıx olacaq. Çünki hamısının qabağı çıx olacaq da. Mötərizə dabidə yazmırıq. Hidrogen neytronu yoxdur. Onu nəzərə almırıq. Oksigen neytronu 16-dan 8 çıxıram. 8 neytron, 8Y-ə vururam. 8Y. 6x-lar gedir. 8Y-lər gedir. Doğru cavab 6B variantı qalır. 45-də deyir, bu süxur vulkanların püskürməsi nəticəsində əmələ gəlir. Belə ki, yerin daxilində olan maqmanın və ya yer səthinə çıxan lavanın bərkiməsi nəticəsində yaranır. Vəssalam, vulkanlar məsələsi varsa, yəni vulkanların yer üstünə çıxıb yaranması varsa, bu maqmatik süxurlardır. 45-də doğru cavab A variantı olacaq. 46-da deyir ki, bu süxurlar maqmatik və digər mövcud süxurların parçalanması ilə yaranır. Əvvəlcə bu süxurlar eroziya nəticəsində kiçik hissələrə bölünür, sonra su, külək və buzlaq vasitəsilə daşınır və müəyyən yerlərdə yığılır. Bu da təbii ki, çökmə süxurlardır. Çünki küləyin təsirindən o maqmatik süxurlarda yayılır ətrafa. Orada bərkimələr olur. Bu ayağımızın altında belə deyim də daşlar. Ona görə çökmə süxurlar yaranır. 47-də bu süxurlar mövcud süxurların yüksək təzyiq və temperaturda sıxılması. Maqmatik və çökmə süxurların yüksək təzyiqdə sıxılmasından isə metamorfik süxurlar yaranır. 47-də doğru cavab C variantıdır. 48-də deyir, aşağıdakılardan hansılar çökmə süxurlara aiddir? Çökmə süxurlar bu dediyi ayağımızın altında olan daşlardır. Ona görə daşla bağlı olan sözləri götürürük. C variantı olacaq. Qum daşı, gil daşı, əhəng daşı. 49-da deyir, hansılar maqmatik süxurlara aiddir? Maqmatik də demişdik, obsidian, qranit, bazalt. Bu daha çox belə deyim də təbii daşlar. 50-də də deyir, metamorfik süxurlara aiddir. Metamorfik də mərmər, qneys filan. Bu mərmər, bu baş daşı hazırlanan mərmər, kafellərin hazırlanan mərmərlər metamorfik süxurlardır. 51-də etil spirti molekulunda neçə proton var? Etil spirti C2H5OH-dır. Karbonda 6 proton var. 6-nı 2-yə vururuq. 12 buradan. Hidrogen 1-dir protonu. 6 dənə hidrogen var. Üstə gəl 6. Oksigen protonu 8-dir. Bir dənə olduğu üçün elə üstə 8 gəlinir. Bunların hamısını toplayıram. 26 dənə proton eləyir. 51-də doğru cavab B variantıdır. Sonuncu suala gəldi. Şəkildə molekul haqqında hansı ifadə doğrudur?
Bu karbondur. 4 dənə də hidrogen birləşib, yəni CH4-ə uyğun gəlir. Deyir kimyəvi elementdir, yox, birləşmədir. Amonyak təbii ki, ola bilməz. Amonyak çünki NH3-dür. Metan qazı ola bilər? Bəli, doğru cavab C variantıdır.